Kariyel Dövlətov, HPN Qrup şirkəti icraçı direktor vəzifəsində çalışıram. Bizim üçün xoşdur ki, bu tədbirin təşkilatçılarından biri qismində çıxış edirik. Artıq 3-cü dəfədir ki, Mingəçevir şəhərində Mingəçevir Dövlət Universitetinin də təşkilatçılığı ilə 3-cü beynəlxalq elmi konfrans keçirilir. Davamlı inkişaf strategiyaları üzrə və çox xoşhaldır ki, biz bura artıq təşkilatçılardan biri olaraq töhfə verdiyimiz nüanslar ondan ibarətdir ki, dünyanın 19 ölkəsindən, Azərbaycan da daxil olmaqla 20 ölkəsindən bura müxtəlif istiqamətlərdə alimlər məqalələr göndərmişdir və bu məqalələr müəyyən yoxlamalardan keçdikdən sonra artıq dünyanın beynəlxalq dərəcəli jurnallarında çap olunması istiqamətində işlər görüləcək. Biz bu tədbirlərin regionun elmi inkişafına böyük bir töhfə verəcəyinə inanırıq və konferansın işində müvəffəqiyyətlər arzulayırıq.